Hər kəsə salam. Gəlin bugün 9-cu siniflərin buraxılış imtahanına düşən bu sualı araşdıraq. Sualda deyir ki, iti bucağının tənböləni trapesiyanı iki oxşar üç bucağa ayırır. Gəlin burada trapesiya çəkək. Mən çəkdim trapesiyanı. İndi onun iti bucağının tənbölənini qeyd edirik. Tənbölən olduğu üçün alfa-alfa hissələrə bölüb. Daha sonra bu bucaqla bu bucaq çarpaz bucaqları olduğuna görə bərabərdir. Hər ikisi alfa. Gördüyünüz kimi burada bərabər yanlı üç bucaq alındı. Bizə deyir oturacaqlardan biri 7-dir, digəri isə 28-dir. 7 sonra yan tərəfdə 7 olar. Oxşar üç bucağa ayırırsa, oxşarlığın bucaq-bucaq əlamətinə əsasən bucaqlar bərabər olmalıdır bu iki üç bucaqda. O zaman bunun bucaqları alfa-alfa, burası da betadırsa, birisi üç bucağa da biz məcbur alfa, onda burada alfa qalır, burada beta yazmalıyıq. Çünki bura alfa yazsaydıq, 2 alfa qarşı bucaqlar bərabər olmazdı. Yəni ona görə bura beta yazdıq, bura alfa qaldı. İndi oxşarlığa əsasən biz yaza bilərik ki, buranı da bilmirik, x deyək məsələn. Adlandıra da bilərik A, B, C, D kimi. Qeyd edək ki, onda ABC üç bucağı ilə ACD üç bucağı bir-birinə oxşardır. ABC'də alfanın qarşısında dayanıb 7. ACD'də alfanın qarşısında dayanıb x. Onda 7-nin x-ə nisbəti. Sonra ABC'də alfanın qarşısında dayanıb, daha doğrusu betanın qarşısında dayanan yazaq bu dəfə betanın qarşısında dayanıb x. ACD'də isə betanın qarşısında dayanıb 28. Buradan da çarpaz vursaq, x-in kvadratı bərabərdir. Onlar 100, demək 140, 56, 196-ya. X dolar 14. Demək tapdıq buranı 14. Burada da bərabər yanlı üç bucaq olduğuna görə burada 14-dür. Perimetri də hesablayanda tərəfləri toplayırıq. 7, 7, 14 və 28. Toplam elədir. Deməli 56. İlk baxışda sualda problem yoxmuş kimi görünür. Amma diqqətlə araşdırsaq, bu üç bucağa fikir verin. Tərəflər 7, 7, iki tərəf. Üçüncü tərəf 14. Bu artıq üç bucaq bərabərsizliyinə ziddir. Çünki biz demişik, üçüncü tərəf digər ikisinin cəmindən böyük olmalıdır. Bərabər ola bilməz. Baxma, üç bucaq bərabərsizliyini ödəmir. Həmçinin ACD üç bucağında da eyni şəkildə 14, 14, 28 ola bilməz.